Salam, xoş gördük əziz şagirdlər. Bugün sizlərlə səriştə əsaslı tapşırıqların həllini öyrənəcək. Əvvəlki illərdə beynəlxalq qiymətləndirmədə istifadə olunan tapşırığa baxaq. Tapşırığımız üçbucaqlı naxışdır. Üçbucaqlı naxışın ilk iki sualını əvvəlki videolarda izah etmişik. Üçüncü sualına baxaq. Aydın deyir, naxışına daha çox sətirlər əlavə edəcək. O iddia edir ki, onun naxışındakı mavi üçbucaqların faizi həmişə 50%-dən az olacaq. Aydın haqlıdırmı? Diqqət etsək üçbucağa. Üçbucaqda deyir ki, burada göründüyü kimi birinci sətirdə bir qırmızı üçbucaq var idi. İkincidə 2 qırmızı, 1 mavi. Üçüncüdə 3 qırmızı, 2 mavi və dördüncüdə 4 qırmızı, 3 mavi üçbucaq vardı. Sual bu idi ki, Aydın deyir əlavə sonsuz sayda naxışlar əlavə etsə, onu iddia edir ki, həmişə mavi üçbucaqların sayı 50%-dən az olacaq. Biz bilirik ki, 50% yəni yarı deməkdir. Yəni %50. Bu da 2də 1 deməkdir. 2də 1. Yəni yarı. Yarıdan az olduğunu bildirir. Həqiqətən də hər sətrə diqqət etsək, məsələn, birinci sətirdə bir qırmızı var, mavi üçbucaq yoxdur. Bu demək ki, yəni mavi üçbucaqların faizi 0%. İkinci sətirdə 2 qırmızı, 1 mavi üçbucaq var. Yəni qırmızının sayı mavidən çoxdur. Sətir ümumiyyətlə qırmızı və mavidən ibarət olduğuna görə yarıdan çoxu qırmızı, yarıdan azı mavidir. Bu da yəni 50%-dən azının mavi, 50%-dən çoxunun qırmızı olduğu deməkdir. Eyni qayda diqqət etsək görərik ki, 3-cü sətirdə də 3 qırmızı, 2 mavi. Yenə qırmızıların sayı mavilərin sayından çox olduğuna görə yenə də deyə bilərik ki, mavi üçbucaqların faizi 50%-dən azdır. Bu proses bu qaydada davam edir. Diqqət etsək görərik ki, hər sətirdə qırmızıların sayı mavilərin sayından bir ədəd artıqdır. Bu da onu bizə deməyə imkan verir ki, mavi üçbucaqlar bütün sətirlərdə qırmızıdan az olacaq. Və bu da ona imkan verir ki, deyək ki, biz hər sətir üçün deyə biliriksə ki, mavi üçbucaqlar hər sətirdə 50%-dən, yəni yarıdan azdır. Onda biz bunu ümumi naxış üstündə deyə bilərik ki, naxışın üzərində olan mavi üçbucaqlar həmişə bütün üçbucaqların 50%-dən az olacaq. Belə əziz şagirdlər, bununla da videomuz sona yetdi. Belə əziz şagirdlər, bununla da sualımız sona yetdi. Sağ olun, gələn görüşərək.